870 ildən sonra Gəncə darvazaları vətənə qayıtmalıdır. Məhz bu şüar Gənc Liderlər Assosiasiyasının gənclərlə keçirdiyi görüşdə səsləndi. Bir neçə gənclər təşkilatların, tələbələrin və media nümayəndələrinin iştirak etdiyi tədbirin məqsədi Gəncə darvazaların şəhərimizə qaytarılması idi. Assosiasiyanın sədri Səbinə Ələkbərova darvazaların qaytarılmasında şəhərimizin ziyalı və rəhbər işçilərin də köməyinə böyük ehtiyac olduğunu vurğuladı. Acınacaqlıdır ki, bu bədii sənətkarlıq nümunəsi indiyənə qədər qərib ölkədədir. Gəncə darvazaları haqqında oxuyanda məndə elə bir his əmələ gəldi ki, axı bu bizim üzümüzdür. Bu darvaza bir neçə il bizi qoruyub. Nəyə görə bu Gürcüstanda hansısa bir monastırda olmalıdır. O bizim tarixi abidəmizdir və o bizdə olmalıdır. Səbinə Ələkbərova həmçinin bildirdi ki, bizim ölkələr müstəqillik əldə edəndən sonra demokratik prinsiplərlə yaşayırlar. Biz əminik ki, Gürcüstan gənclər də bizi dəstəkləyəcəklər. Tədbirdə iştirak edən gənclər, Gəncə darvazaların qaytarılması ilə bağlı ölkə miqyaslı forumun keçirilməsi və problemə medianın diqqətini artırmaq təşəbbüsü ilə çıxış etdilər. Həmçinin Azərbaycan və Gürcüstan parlamentləri səviyyəsində bu məsələyə baxılmasını təklif etdilər. İki ölkənin qeyri-hökumət təşkilatlarının arasında da əlaqələrin də bu məsələyə böyük rolu ola bilər. Tədbir iştirakçıları belə dedi. Görüşün sonunda gənclərdən ibarət işçi qrupu seçildi. İlqar Ağayev, Vaqif İbrahim Xəlil, Xəbər Plus.